Polip selikli qışadan əmələ gələn çıxıntılardır. İlkin mərhələdə heç bir şikayət vermədiyi üçün aşkar olunmur, amma gecikmiş mərhələlərdə qanaxma verə bilər. Təsadüfi qan analizləri zamanı qan göstəricilərində dəyişikliklərlə əlaqədar poliplərdən şübhələnmək olur. Polipin aşkar olunmasının əhəmiyyəti ondan ibarətdir ki, polip potensial olaraq xərçəng təhlükəsidir. Yüksək faizlə poliplər xərçəngə keçmə ehtimalı var. Erkən aşkar olunan poliplər həyati əhəmiyyət kəsb edir. Belə ki, erkən aşkar elədiyimiz polipləri bədəndən xaric edirik və bu gələcəkdə yaranan təhlükələrin qarşısı alınır. 45-50 yaş üzəri şəxslərdə, siqaret və qeyri sağlam qidalanan şəxslərdə və ən əsası isə genetik meyillilik. Genetik meyillilik də ondan ibarətdir ki, həmin şəxslərin nəsillərində bu xəstəlik və yaxud digər orqanın xərçəngi olarsa, həmin şəxslər də risk altındadır. Polipin xüsusi bir dərmanla müalicəsi yoxdur, yalnız aşkar edildiyi vaxt bədəndən xaric olunmalıdır.